Hər vaxtınız xeyir olsun. Sizi Ləzzət Ovçu verilişindən mən Mübariz salamlayıram. Bugün Culfa rayonunda olacaq. Culfa rayon yer gəlmişkən Azərbaycan Respublikasının ən soyuq və ən isti bölgəsidir. Bəzən deyirlər ki, Kürdəmir isti bölgədir, Ucar isti bölgədir. Amma elə deyil. Yalnız və yalnız ən isti bölgələrdən biri elə məhz Culfadır. Həm də soyuq. Həm də ki, Arazın daimi küləyi burada olur. Culfa ən qədimi yaşayış məskənlərindən biridir. Hətta Uzun İskəndər belə burada çadırlarını qurmuşdur. Culfa rayon ərazisində ən böyük çaylardan biri Əlincə çayıdır. Elə adını məhz Əlincə qalasından alaraq o çay o adı daşımışdır. İlanlı dağı, Nəyimin türbəsi, Qazançı körpüsü, Ləkitağ körpüsü və belə qədimi yerlər daha çoxdur. Bu arada qeyd etmək istəyirəm ki, Naxçıvan şəhərindən Culfa şəhərinə olan məsafə 34 kilometrdir. İndi isə vaxt itirmirəm. Gəlin, gedək bazara. Hal-hazırda mən Culfa bazarındayım. Culfa bazarı balaca bir bazardır. Çünki şəhərin özü balaca olduğu üçün elə məhz bazarda balacadır. Oradan başlayır, orada bitir. Qısa bir məsafədir. Gəlin bazardakı məhsullarla yaxından tanış olaq. Göycə neçəyədir? Göycə 3 manat, 5 manat. 3 manat, 5 manat. Haran göycəsidir? Bu şərurun göycəsi. Şərur. Lobiya haran? O da şərurdur. Yerli lobiyadır. Neçəyədir? 3 manat. Pomidor 2.70. Pomidor da yerlidir deyəsən. Xiyar da yerlidir. Maşallah 3.70, 2.70. 2.70. Bəs xiyar Xiyar 1. 1 manat. Bazar olsun. Salam aleyküm. Necəsiz? Sağ ol. Xoş gördük. Çox sağ ol. Gilas neçədir? Çox sağ olun. Gilas 40 manatdır, kilolar 3.50'dir. Harandır bunlar? Bunlar sabit dizandır, Ordubaddan gəlir. 4 manata gilas, 3 manat 50 qəpik isə kilonat. Göycə Gözələr 5 manatdır. Gözələrimiz də Şərud rayonundan gəlir. Allah razı olsun. Maşına minəndə də gəlmə qədəsən yırtıyor tapır maşında yer. Təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Allah razı olsun, minnətdaram. Çox sağ olun. Salam aleyküm. Necəsiz? Çox sağ ol. Bazar olsun. Çox sağ ol. Göycə neçəyədir? Göycə 5 manatadır, şərur göycəsidir, super göycədir. Bəs lobiya Lobi yerli lobudur, 3 manatdır. 3 manatdır yerli lobu. Ha, Şərurdan gəlir lobiya. Bəli, yerli lobudur. Ha, maşallah, bazar olsun. Çox sağ ol. Pomidor harandır? Pomidor səlyan da var, qazaq da var. 2 manat 80 Səlyan, qəpikdir. qazaq, amma yerli yox. Yerli də var idi, qutarıbdı. 3 manat idi, nazik qabıq pomidor idi, çox gözəl pomidor idi. Ha? Bəli, bəli. Maşallah. Sağ ol, Bazar sağ ol. olsun. Allah razı olsun. Sağ ol, sağ ol, sağ ol. Ərik neçəyədir? Bu ərik, ha? Harandır bu ərik? Bismillah. Ordubad 12 manatdır. Bismillah. Baxa bilərəm. Allah. Qonşumuz da bizim kürəkəndə, amma deyir ki, qoymur çəkməyə. O gün də mən limon göndərmişlər. Sonra tapmışam ki, bəs bu qardaş göndərib. Bismillah. Və bu ərin qurdu yoxdur, axı. Qurdda ərik olanda mən ləvəngiyə oxşadım. Əladır. O biri ərik nə? Bazar olsun. Sağ ol. Sağ ol. Göycə neçəyədir? 4'e var, 5'e var, bir de 6'ya. Ərik neçəyədir? Arik var, 2'de o 3. İran kaşırı neçəyədir? Salam aleyküm. Necəsiz? Ərik neçəyədir? 4 manat. Ordubadımdır yay. Yaycını. Badam ərikdir. Limonlu deyirlər abi. Hə, limon ərik. Üzr istəyirəm. Elədir. Bazar olsun. Bunlar nazik qabıq pomidordur, yerli pomidordur. Çox sulu və çox dadlı, ləzzətlidir. Cacıq neçəyədir? 2 manatdır. 2 manat. Ləkətaq cacıq. Ləkətağın cacığı Keçən da- dəfə də sizdə Arasadan Ləkətağdan keçirsən, Dəmirli var, Hətta bilirəm. Şola var, Ha. o dağlardan yığılır. Qarların düz ətəyindən yığılır. Ha. Qarlı dağlardan. Maşallah. Ona görə də
Dağlar qoynunda, orijinal cacıq. Ya, dağlar Özümüz yığırıq. Ha, özün gelirsən atla ya Nivana. Yo, Jiguli ilə bir də 06 ilə. Yükürü gelir ora. Düz 06 ilə düz cacığın yanına gelirik Həqiqət. dağların dibinə. Ha, maşallah, Ha, maşallah. maşallah günü Kilosu neçədir? 2 manatdır. 2 manatdır. Bazar olsun. Allah Sağ ol. bol müştəri Allah etsin. sizin də çox Sağ ol. Yumurta neçədir? 8 manat. 8 manatda yumurta olar. 8 manatda yumurta ciddi deyirsən. Biri neçədir? Ha, elə soruşuram da. 30 qəpik. Bugün hava küləkli olduğu üçün ümumiyyətlə bazarda adam azdır. Bəzi satış piş taxtaları isə demək olar ki, boşdur. Niyə? Küləkli hava və saat da gecə. Nəysə, mən vaxt itirmək istəmirəm. Zülfar ayın bütün ərazisində nə varsa sizinlə birgə gəzib, görək, tanış olaq. Bura Saltaq kəndinin ərazisinə daxil oldu. Saltaq kəndi haqqında bir qısa məlumat vermək istəyirəm. Bu vaxt köç edib Sal tayfası bura. Həmin eləməz adı da Sal tayfasının adından götürmüşdür. Bu Göydərə kəndidir gördüyümüz. Mən eləməz bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm, bu kənddə də orta məktəbi başa vurmuşam. Göydərə kəndi ümumiyyətlə gördüyümüz kimi İlanlı dağının tam önündə yerləşir. Qarşı tərəfdə isə Əlincə qalası görünür. İndi isə istəyirəm ki, elə mən yaşadığım kəndlə, evlə, buradakı uşaqlıq xatirələrimi elə mən sizinlə bölüşüm. Bura Zülfar rayonunun Göydərə kəndinin orta məktəbidir. Baxmayaraq ki, Göydərə kəndi ümumiyyətlə belə deyim, Göydərə kəndi dəniz səviyyəsindən 1450 metr yüksəklikdə yerləşir. Biz indi dağlıq əraziyə çıxırıq və bunun üçün də avtomobilimizi dəyişmək məcburiyyətində qaldıq. Deməli, gördüyümüz kimi, bax bu ərazi, bu kənd ümumiyyətlə eramızdan əvvəl yaranan kəndlərdən biridir. Düzdür, kəndin içində insanlar artıq 278 evdən əvvəllər 350 ev olub, indi isə 270 arasında ev var. Şükür Allah, çatdıq. Bu Göydərə kəndidir. Qarşıda isə Xockeşin, digər tərəfdə isə Xanagah, Nəyimin türbəsi, Əlincə qalası və gördüyünüz o dağlar isə Kiçik Qafqaz dağlardır. Qarla örtülüb, ağ örtüklü. Və yer gəlmişkən qeyd etmək istəyirəm ki, aşağı tərəfdə, bu tərəfdə gördüyünüz isə Saltaq kəndidir. Mən istəyirəm ki, burada öz uşaqlıq həyatımdan danışım. Deməli, mən bu kənddə olarkən, bax bu daşın üstü var, bu qaya. Hər zaman bax bu qayanın üstündə gəlib yüksək səsinə mahnı oxuyardıq, quzu otarardıq. Evdən pendir, çörək Allah verənlə gətirərdik. Bu kəndi seyr edərək, bu mənzərəni seyr edərək günümüzü keçirirdik. Hətta uşaqlar kitablarını da gətirirdi, elə burada oxuyurdu. Hər bir vətəndaşıma buradan səslənərək bildirmək istəyirəm ki, nə olursa olsun, öz doğma diyarlarınızı tərk etməyin. Getsəniz iş üçün belə hara olursa olsun, mütləq ora yaşadığınız, doğulduğunuz bölgə mütləq tez-tez gedin, xatirələrinizi canlandırın. Bu arada burada bitki növü çoxdur. Bax, bu ot var ya, bu. Bunun həm özün yeyirsən, həmsə kənarından çıxanlar da yedi. Amma bu halda olanda biz nə edirdik?
Bax, belə soğurduq bunu. Çox da dadlı olur, çox da faydalı. Bəlkə də buna, bax görürsünüz mü bunu, bismillah. Bu isə tər çiçəkli kəhli otudur. Bu kəndin sakini kimi artıq dərəcədə xahiş edirəm ki, bu kəndin yolu düzəlməlidir birinci növbədə və su məsələsi həll olunmalıdır. Ümid edirəm ki, yaxın zamanda səsimizi eşidərlər və bu məsələni də işıqlandırmış olduq və həll olunar. O hündür dağlardan avtomobil ilə yendik gəldik. İndi isə çay gedək içək. Bir də görüm Abbas əmi nə iş görür. Bax, inan dağ getmişik, suzmuşuq, səmavara ot salmışam. Maşallah, işləyirsən elə bildi. Salam aleyküm, xoş gördük. Necəsən ki? Hə, gözəl oğlan. Necəsən? Ay maşallah. Ay dayısının gülü bülbülü. Necəsən? Maşallah, maşallah. Nə gözəl saçların var. Adını da qoy hamı eşitsin. Leylam, Leylam, mənim Leylam. Amma oğlum, nə iş görürsən həyatda? Öz hayatımızda otun pişiririk, Aha, kuruduruz ve presliyirik yığırıq. özünüz pres edirsiniz. Ha, özümüz Otu küpləşdirirsiniz. pres verip, vur pres. O pres. Əvvəllər bax, bu ağaçlarda bol meyvə verirdi, sarı. Hayır olurdu, bu yıl seyrek oldu. Ha, eləmi? Ha, yine çok olurdu. Gəl. Bəs presi necə eləyirsən? Bir baxaq da. Ha, neynəməliyəm oğlum? Pis alasın oraya. Hara, ipi hara sarı. Sabıya bırak şey yapalım. Ala, bismillah. Mən indi neyniyim? Götür, sen ötüyorsun, ötür. Orada şarp şey var. Şarp böyle bir de fırla. Fırla bir bunun içine. Vesselam. Eyni böyle öyle. Benim o. Düz indi neyniyir? Şimdi bunu götüreceğiz böyle. Bunu böyle- Ha, gördürsün bak böyle. Bunu böyle dolduracağız bunun içine. Ha, ilan zad olmu? Yok, hepsi dolu burada. Birdən ilan olar, Bu kanı dolduruyor, bunu öz kalan özüme gidiyor. Bunu da çok. Ona bazda ben... Xanım ipi eləyir tə. İşte yok, yığır, o yığır. Bunu da ver bura da, ver. Tamam, sen yığır. Mən yığıram. Ha. Bismillah. Gel ya. Ya Allah. Yox, bir istaşan çay verəcək bizi düşdüyümüz zülümə bax. Ne ya? Mən çıxmışsın ha. Tabii lafet bu olsun bu yapar. Tabii. Kim çıxır normalda? Normalde ben çıkıram. O Bir çıx da öz işin özün gör də bu. Öyle de ben. Normalda özü çıxır mənə deyirsin. Çıx. Ay ama qoy iş yanına eləyək, tez ev olsun. öl- Gedək çay içəyə, öldüm Sen mən. yok adamı ne dedin benim? Bak, görsən. Bu da presimiz, gördünüz, maşallah. Gedək çayımızı içək, Evet. getdik. Bu cavı çöçəsini kim pişirir? Haygi, maş, ay, nə qı? Yox, bu, adam da gəlin elə deyər bu. Nə qəşəng pişirib. Bunun qatdığı yağı çox o buna görə. Bismillah. Abbas əmoğlu, Allah razı olsun. Nə qəşəng yığmışsın. Sən də yedin, bismillah. Göz haqqınızı halal edin.
evimə gəldim. Bu evim ki, mən burada anadan olmuşam, burada böyümüşəm və istədim ki, bir girim bura. Amma bir gün söz verirəm ki, inşallah, bax elə məhz bu həyətdə xüsusi yeməklər hazırlayacağım. O yeməklər ki, tarixi, Naxçıvana xüsusi olaraq da lap qədimi olan yeməklərindən hazırlayacağım. Amma istədim ki, ən azından indi girib burada yaşadığım evi uzaqdan da olsa görsədim. O vaxtın Şüşəbəndi deyirlər, Aynəbənd. Biz Aynəbənd deyirdik, amma nə bilim, bəzi insanlar Şüşəbənd də deyirlər. Bax belə. İndi isə qısaca belə deyim, qarşıda görünür buradan İlanlı dağını, sol tərəfimizə düşür